Ən fərqli yeməkləri, desertləri və içkiləri burada dadacağınızı desəm, həm də belə çox gözəl bir interyeri və akvariumları olan məkanda. Yeməklər elə özü başlı başına bir şoudur. Bura Varium kafedir. İnteryeri də elə adına uyğundur. İlk dəfə kalmarı burada yoxladım. Bu dərəcədə bəyənəcəyimi düşünməzdim. Bundan əlavə toyuq topları və pendirli toyuğun dadına baxdıq. Öncə onu deyim ki, təqdimatları çox yaxşıdır. Buradakı yeməklər təkcə mədənizə yox, gözünüzə də xitab edir. Bir sözlə çox dadlıdılar. Bu içki isə Pink Cloud, yəni çəhrayı bulud adlanır. Məkanın özü kimi içkiləri də çox göz oxşayandır. Desertlərdən isə ilk bu passion fruit desertini sınadım. Əlaydı, əla. Sonra isə tam da məkanın tematikasına uyğun olan bu muffini və bu dəniz ulduzunun dadına baxdım. Əsasən muffin çox əlaydı. Düşünürəm bura gəlib də narazı ayrılmaq mümkün deyil. Məkanın həm zalı, həm də geniş terası var. Varium kafe Bülbül prospekti 60-da Gülistan Rezidence'da yerləşir. Səhifələrini aşağıda qeyd edəcəm.